Masazır qəsəbəsində asfaltı çəkiblər. Mən özüm Qarabağ döyüşçü veteranıyım. Yəni bu qazimizin evidir. Yəni icra başçısı, yəni Masazırın. Qaziyə hörmət olunduğuna görə asfalt çəkilib, amma mənim qapımla arası, mənim qapım heç buradan ora 10 metr olmaz. 5 metr, 10 metr yol. Asfaltı bura qədər çəkib, buradan indi səhər yağış sulu bütün həyəti basacaq. Yəni bu qoyulan hörmətlidir döyüşçüyə. Yəni bu qədər belə, yəni hörmətsizlik eləməyən heç yeri yoxdur məncə də. Yəni hörmət olunmalıdır. Buradan yola çıxır. Yəni belə də hörmətsizlik olmazdı. Yəni yolu tam çəksəydilər daha yaxşı olardı. Tam deyəndə qapımıza qədər. Yəni burada ali səsçilikdir. Bu yol magistrala başa düşdük. Küçəyə girib dönməsi indi hal-hazırda bu yana davam edirlər. Burada həmin işçilərdir, asfaltın işçiləri. Bu ev şəhid ailəsinin evidir. Bu dünya şəhid verib. Yəni evin sahibkarı budur. Bu şəhid ailəsi qalır. Yəni bu yolun haqqı. Bura qədər düzəltməyiblər, o buranın asfalt vurulur. Yəni ali səsçilik, hörmətsizlik eləmək adamın məncə də yaraşmaz.